Salam əziz dostlar. Bugün sizə təqdim etmək istədiyim 59 yaşlı xanım xəstə 2 il yarım öncə bir süd vəzi patologiyası, onkologiyası diaqnozu ilə yollarımız kəsişmişdi. Əməliyyat olub, əməliyyatdan sonra kimyoterapiya, radioterapiya almış bir xəstə idi. Dəfələrlə qeyd edirik ki, bütün süd vəzi xərçənginin gedişatı həmişə eyni olmur. Fərqli alt qruplarında daha fərqli gedişatlar görə bilirik. Hansı ki, bir xəstəni uzun illər təqibdə heç bir narahatçılıq görmədiyimiz halda, özəlliklə üçlü neqativ xəstələrin daha diqqətli müayinə olunmağı tövsiyə olunur. Çünki bu xanım xəstədə olduğu kimi 2 il yarım sonra qaraciyərdə fərqli bir zədələnmə aşkar olundu və biopsiya ilə diaqnoz təsdiq olundu. Xəstəliklə eyni köklü olduğu belə deyək. Və ondan sonra biz yenidən kimyoterapiya başladıq. Bu dönəmdəki kimyoterapiyaların daha çətinliyi zədələnmənin qaraciyərdə olduğuna görə qaraciyər sınaqlarının idarə edilməsinin çətin olmağıdır. Qaraciyərin nə qədər zədələnməsinə görə onun funksional testləri qanda daha yüksək çıxa bilər. Bəzi halda bu rəqəmlər bizə müalicəni dayandırmağa əsas verirsə, bəzi hallarda isə o rəqəm mülayim yüksəkdirsə, yüngül və orta dərəcəli yüksəlmələrdə isə müalicə protokolumuzu pozmadan davam edirik. Burada ən önəmli məsələ xəstənin istəyi, inamı, deyilənlərə əməl etməsidir və öz sağlamlığına diqqət edir. Yəni xanım orta yaşlı biridir, amma inanın ki, yüzlərlə gənclərdən daha diqqətlidir özünə qarşı. Vaxtında müayinələrini olunur, deyilənləri edir, məsləhətlərə qulaq asır və doğrudur, müalicəni çox asan keçirmir, arada narahatçılıqlarımız da olur. Amma bütün bunlara baxmayaraq mübarizə aparır. Bu videodakı mesajımız mübarizlik olsun. Hamımız sağlamlığımız üçün əlimizdən gələni edək. Yaxşı olmaq üçün həm inamımızı itirməyək, həm də aldığımız yaxşı nəticələrin davamlı olmağı üçün həkimimizə güvənək. Çalışın, həmişə sağlam olun.